Salam əziz izləyicilərim. Bugün Gəzinti Vlog adlı vlogumuzu çəkirik. Maraqlı və görməli yerləri, başımıza gələcək hadisələri görmək üçün videonun sonuna qədər izləməyi, like atmağı və abunə olmağı unutmayın. Burada belə gözəl yaşıllıq var. Yaşıl dağların qoynunda ağaçlar, sıx meşələr, yaşıllıqlar gözəl görünür. Hal-hazırda biz Lerik rayonundayıq. Yaşıllığın, təbiətin səsi. Evet. Cızıramaların cırıltısı, suyun şırıltısı, təbiət səsi. Maraqlı meşə yolları adamı gəzməyə valeh edir. Adam getdikcə daha da irəli getmək istəyir ki, bu yolun sonunda nə var? Çox maraqlı yerlərdir buralar. Əsl təbiət havası. Mən buranın təbiətinə valeh oldum. Böyük qayalar. Əsl gəzməli yerlərdir. Və cənub zonasında da var imiş. Cənub zonasında əsl təbiət sevərlər üçün gəzməli belə yer mənim fikrimcə verilmişdir. Burada maraqlı yollar var. Yollar bu qədər əyri-əyridir ki, və hər yerində ağac var yolun. Adam valih edir yollar. Hal-hazırda bu yolun sonunda nə olacağını o qədər maraqlıyam ki, ona görə getdikcə getmək istəyirəm. Maraqlı yerlər, ərazilər. Ən çox məni quşların bir də şəlalənin səsi valeh elədi burada. Cızramalarında öz yeri var. Özdə buranın sərinliyi var. Və ağaçda olsa sərinliyi var. Ağaçlar valeh edir. Meşə. Əsl Lerik meşəsi, əsl Lerik təbiəti görməlidir. Hətta ona əsl verir. Burada quş balaları, quş yuvaları,
kirpilər olur burada. Ən çox istəyərdim ki, buralarda dovşan olsun. Ən sevdiyim heyvan dovşandır. Öz dovşanlarımı paylaşdığıma görə yəqin bilirsiniz. Məni köhnədən izləyənlər bilirlər ki, ən sevdiyim heyvan dovşandır. Burada da belə bir itki var. Maraqlı bunun nəyisi toxumları var. Ağaçlar o qədər hündürdür ki, nazik olsalar da, nazik görünsələr də o qədər hündürdür ki, məsələn, mən 1 metr 50 santiyam və boyum 1 metr 50 santimdir və ağacın hündürlüyü hardasa demək olar ki, 10 metrdən hündürdür bu ağaçlar. Buralarda əsasən dəmir ağaçları bitir. Mənə elə gəlir ki, bunlar dəmir ağacıdır. Çünki boyuna siz bülbüllərin baxın. Çox valeh edici yerlərdir. Əziz dostlar, bugünkü vlogumuzdan bu qədər. Videolarımı izləməyi, kanalıma abunə olmağı, like atmağı unutmayın. Gələn dəfə, gələn vloglarda görüşənədək. Hələlik.